Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranla mümkün razılaşma üzrə əvvəlki təklifə dəyişikliklər edərək daha sərt şərtlər irəli sürüb. Qəzetin yazdığına görə Trump administrasiyası İranla müharibədən sonra mümkün razılaşma layihəsini yenidən nəzərdən keçirib və yenilənmiş təklifi Tehrana göndərib. Məlumata əsasən, Amerika Birləşmiş Ştatları tərəfi danışıqlarda daha sərt mövqe tutaraq İrana əlavə təzyiq göstərmək və razılaşmanı sürətləndirmək niyyətindədir. Məqalədə qeyd olunur ki, Trump İranın Amerika Birləşmiş Ştatları təkliflərinə kifayət qədər sürətli reaksiya vermədiyini hesab edir. Bu səbəbdən Vaşinqtonun təqdim etdiyi yeni çərçivədə əvvəlki layihə ilə müqayisədə daha ciddi tələblərin yer aldığı bildirilir. Lakin yenilənmiş şərtlərin detalları açıqlanmır. Qeyd edək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatları və İran arasında mümkün razılaşmanın Hörmüz boğazının açılması, nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatları və iqtisadi məhdudiyyətlər kimi məsələləri əhatə etdiyi bildirilmişdi. Bununla belə, Tehran hələlik yekun razılaşmanın əldə olunduğunu təsdiqləməyib.